Bugün açılışa dəvətliyik və Bote ilə bərabər makyaj eləyək bir yerdə. Görəcəyin. Paltarıma düşdü. Nə pakat? Görək Zeyn imkan verəcək. Oy. Of. Nə olsa? Bugün tələsirəm. Üzümüzü makyaja hazırladıq. Tələsirəm deyə çox qısa danışacağım. Məndə Bote'nin tonalnisi 3 nömrədir. Bu arada rəngini soruşarsınızsa. Orta zaqardır. Mən inşallah gələn səfər 4 nömrəsini alacağım. Daha zaqar olmaq istəyirəm. Bu arada tonalinin belə örtücülüyünü sizə göstərim. Yəni çox möhtəşəm bir qapatıcı. Oğlum qoy danışım da. Qoymur danışmağa. Əvvəllər sponju su ilə ısladırdım. Amma indi Bote'nin sabitləyicisi ilə, makyaj sabitləyicidir bu arada. Makyajı, yəni gün ərzində üzünüzü o qədər gözəl sabitləyir ki, telefona falan, yəni yapışmaq falan, nə bilim paltara dəyəndə qətiyyən, yəni necə var üzünüzdə elə də qalır. Axşama qədər də, yəni 4 saat nətər. Və gözaltı qapatıcı ilə davam edirik. Oğlum imkan vermiş qızlar. Sizin də uşaqlarınız belədir. Mən makyaj eləməyi çox bacarmıram. Bundan öncəki videoda da sizə demişdim. Yəni, birazcık. Bote'nin bronzeri. Haylatırı belə göstərir. Zeyn imkan verir. Və bir faciə baş verdi burada arkadaşlar. Zeyn. Təzə almışdım ya bunu oğlum. Qırdın. Makyajım bitdi. Bote'nin transparan pudrası, lineri, tuju, dodaq nemləndiricisi. Hər birini istifadə elədim və ən sonda makyaj sabitləyicini vururam. Ama saçlarımı bilmədim. Düzləşdirim yoxsa belə dalgalı mı qalsın? Necə belə daha qəşəngdir. Pürüzsüz makyaj.